Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz, Allah sizlərə bərəkət versin. Əziz dostlar, Biləcəri qəsəbəsindəyik. Məmmədoğulları servisin lap yaxın məsafəsində, əziz dostlar. Həm də Azadlıq metrosundan gələn 203 nömrəli marşrut xəttinin üstündə, əziz dostlar. Qapının ağzına kimi asfaltdır, 3 otaqlı, 1 maşınlı həyəti, evdə yaşayış var. Qiymət də 65.000 manat deyilir. İnşallah ki, real müştəriyə endirim olunacaq. Qiyməti ilk öncədən deyirik. Evin qiyməti həmişə ucuz olanda biz ilk öncədən deyirik qiyməti, əziz dostlar. Gəl qardaşım. Montajda qovşanı görsət. Əziz dostlar, bura hamamdır. Bura isə sanitar qovşağıdır. Demək, əziz dostlar, burada mətbəxin qapısı çölə də açılır, evə daxil olmamışdan yəni. Amma evin içindən də ora xod var, keçid var, inşallah sizə təqdim edəcək. Görsət mətbəxin. Bura evin mətbəx hissəsidir. Gəl qardaşım. Deməli, əziz dostlar, evin daxili sahəsi 65 kvadrat metrdir. Ev cütdaşla inşa olunub, 5 daş kürsüsü var, üstü paketdir, evdə yaşayış var. Qaz, su, işıq, kommunal xəttlər hamısı qaydasındadır, əziz dostlar. Gəl qardaşım, tavaları görsən, sonra gələrsən, doğal tavalı. Sonra burada bir otaq var. Mətbəxə buradan giriş var. Qapı, yəni şkafları çəkib mətbəxə girmək mümkündür. Burada isə belə bir yataq otağı var. İnternet sistemi, hər şey hazırdır. Qonaq otağıdır. Qonaq otağının 28 kvadratdır. 7-nin 4-dədir. 28 kvadrat kifayət qədər genişdir, əziz dostlar. Yəni təkrar edirəm, 65.000 manata çıxıb satışa ev sahibi tərəfindən təyin olunub qiymət. İnşallah ki, real müştəriyə də endirim olunacaq. Yer əladır. Məmmədoğulları servisə yaxındır. Azadlıq metrosuna da yaxındır, əziz dostlar. 203 nömrəli marşrut oraya gedir. Yaxınlıqda dükan bazar hər şey var, qaydasındadır. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun. Sizin də satışda müraciətiniz varsa bizimlə əlaqə saxlayın, gələk seçək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.